Ramazan ayı Allahın ayıdır, şəhrullahdır. Ramazan ayı xoşbəxtçilik ayıdır. Ramazan ayı Allahın rəhmət, məğfirət ayıdır. Ramazan ayı həqqi batildən ayıran Qur'anın nazil olunduğu aydır. Ramazan ayı elə bir aydır ki, Qədir gecəsi məhz bu Ramazan ayındadır, 1000 aydan əfsəldir. Ramazan ayı elə bir aydır ki, göylərin qapısı bəndələrin üzərinə açılar, cənnət qapıları açılar, cəhənnəm qapıları bağlanar. Ramazan ayı paçlanmaq, təmizlənmək ayıdır. Ramazan ayı elə bir aydır ki, insanın xoşbəxtçiliyin təmin edir. Ramazan ayı elə bir aydır ki, Allah Təbarək və Teala məhz bu ayın orucun bəndələrə vacib buyurubdur. Sonsuz bərəkətə, fəzilətlərə malik olan bir aydır Ramazan ayı. Allah Təbarək və Teala Qur'an-ı Kərimdə buyurur: Ya eyyuhəl-ləzīnə amenu kutibə aleykumus-siyam kəmə kutibə aləl-ləzīnə min qablikum ləalləkum təttəqun. Sadaqallahul-əliyyul-azim. Ey iman gətirənlər, oruc sizlərə yazıldı, vacib oldu. Necə ki, sizlərdən qabaqçılara da vacib buyurulmuşdu. Bəlkə təqvalı olasınız. Orucun müsbət nəticələrindən ən mühümmi təqvadır. Allah Ramazan ayının orucun bizlərə vacib buyurubdur. Qur'an-ı Kərimdə fəqət mübarək Ramazan ayının adı gəlibdir. Şəhru Ramazan əlləzi unzilə fihil Qur'an hudən linnas və bəyyinatin minəl huda vəl furqan.